Salam hörmətli abituriyentlər, MİQ imtahanına hazırlaşan müdavimlər. Bu gün sizə 18-ci əsrin əvvəllərində Səfəvi dövlətini izah edəcəm mən sizə və ondan sonra baş verən hadisələri izah edəcəyimə görə qeyd dəftərlərinizi alın. Demək olar ki, Səfəvilərin son dönəmlərindən bəhs edəcəyim. Biz hələ 17-ci əsrin ortalarında Şah II. Abbas və Şah Süleymanın hakimiyyət dövrü ilə tanış olduq. O şahların hakimiyyət dövründə Osmanlı ilə münasibətlər dostluq siyasəti ilə davam etdirilirdi və sabitlik dövrü kimi yadda qalmışdı. Yəni Osmanlı ilə heç bir müharibə baş vermədi. Elə bu üzdən də dövlət inkişaf edirdi, iqtisadiyyatı inkişaf edirdi. Şah II. Abbas Rusiya ilə bir sərhəd münaqişəsi yaşanmışdı, amma onun dövründə bu 1662-ci ildə Rusiya ilə daha doğrusu Rusiya ilə müqavilə ilə onlar razılığa gəlmişdilər. Ticarət müqaviləsi isə Şah Süleymanın dövründə Rusiya ilə bağlanmışdı. 1667-ci ildə bağlanmışdı. Bu müqaviləyə görə də ruslara geniş ticarət hüquqları verilmişdi. Gömrüksüz ticarət etmək hüququ verilmişdi. Və beləliklə, amma ondan sonraki gələn Şah Sultan Hüseynin dövründə, yəni Şah Süleymandan sonra hakimiyyətə Şah Sultan Hüseyn gəlir 1694-cü ildə. Səfəvilərin vəziyyəti əvvəlki sabitlik dövründən fərqli olaraq böhran dövrü ilə əvəz olunur. Bunun bir sıra daxili və iqtisadi səbəbləri var idi. Belə ki, daxili iqtisadi səbəb, xarici iqtisadi səbəb testləri də düşəndə çox zaman qarışıq salınır. Amma deyim ki, asandır bunu ayırd etmək üçün cümlənin məğzinə fikir vermək yetərlidir. Misal üçün, daxili iqtisadi səbəb deyirsə, ölkənin daxilində baş verən iqtisadi səbəblərdir. Yəni, pul qıtlığı ola bilər, su təchizatının zəifləməsi ola bilər, şəhərlərdən əhalinin azalması ola bilər və yaxud da ki, şəhərləri tərk etməsi ola bilər. Siyasi səbəblər deyəndə bürokratiyanın baş verməsi olar. Yəni, bu sırf ölkənin daxilində baş verir. Amma daxili iqtisadi, daha doğrusu xarici iqtisadi səbəb isə ölkənin xarici ilə əlaqəli olan bir səbəbdir. Misal üçün, ipək ixracatının aşağı düşməsi, təbii ki, ixracat deyirsə ölkədən kənara çıxan bir şeydən bəhs edir. Və yaxud da deyirik ki, xarici iqtisadi səbəblərdə pul qıtlığı daxili iqtisadi səbəbdir. Amma pul qıtlığının nəticəsində ölkəyə xarici saxta pulların daxil olması, bu burada xarici sözünə də bax fikir verərək elə xarici iqtisadi səbəb olduğunu aydın şəkildə görmək olar. Şah Sultan Hüseynin dövrünə fikir verək. Görək bəs bu böhran zamanı şah hansı işlər gördü? Yəni dövləti bu böhrandan qurtarmaq üçün hansısa bir işlər gördümü, nəticəsi oldumu? Bəli, təbii ki, hər bir şah öz dövrü üçün müxtəlif islahatlar keçirir. İstəyir ki, o dövlət yenidən onun hakimiyyət dövrü yaxşı yadda qalsın. Amma təəssüf ki, Şah Sultan Hüseyn biraz məsuliyyətsizliyə yol verirdi. O çıxış yolu kimi xəzinəni doldurmaq üçün iki yola əl atmışdı. Və bunlardan biri o idi ki, düşünürdü ki, ata-babalarının qəbrində olan zinət əşyalarını, qızılları satıb, əridib, nəysə pula çevirməklə dövləti pul qıtlığından qurtarmaq olar. O, onun üçün bir çıxış yolu idi. Bu da təbii ki, dövləti, yəni pul qıtlığından qurtarmaz, yəni məntiqi də fikirləşsək, bununla mümkün bir şey deyil. Və ikinci bir yol isə əhalinin siyahıya alınması keçirilmişdi 1699-1702-ci illərdə. Əhalini siyahıya alır və əlavə vergilər təyin edir. Bu vergilərin təyin etməsi elə onun hakimiyyətinə qarşı olan çıxışların gələcəkdə baş verməsinə səbəb olacaq. Digər tərəfdə isə Rusiya ilə əlaqələr qurmağa çalışır. Düşünür ki, Şah II. Abbas və Şah Süleyman bundan öncəki hökmdarlar Rusiya ilə bir ticarət müqavilələri imzalayıblar və o bunu davam etdirərək ona da cəhd edir. Yəni, bu da onun üçüncü keçirdiyi islahat deməyək, tədbirləri idi. Amma bunlar nəticə verirmi? Vermir təbii ki. Çünki iqtisadi böhran yaşanırsa bir dövlətdə bu uzun müddət davam edir əksərən. Əhalinin siyahıya alınması dedi. Siyahıya alınma bir nəzər yetirək, tarixdə daha hansı dövlətlər keçirib. Buna Osmanlının da biz misal gətirə bilərik. Osmanlılar da Azərbaycanda əhalinin siyahıya almasını keçiriblər. Bir sonraki dərsdə bu barədə də danışacağam. Bundan başqa Ərəb dövləti də əhalinin siyahıya alınması Əməvilər dövründə əhali siyahıya alınır, əlavə vergilər təyin edilmişdi Əməvlərin dövründə. Sasanilər dövründə də
həmçinin eyni zamanda bu proses baş vermişdi. Hansı ki, mərzbanlıq, birinci mərzbanlıq dövründə əhalinin siyahıya alınması keçirilmişdi. Əhali demişkən burada artıq əhali Sultan Hüseynə qarşı çıxır. İlk olaraq Səfəvilər əleyhinə ilk üsyan 1707-1711-ci illəri əhatə eləyən Car Balakən üsyanı olur. Car Balakən üsyanının zamanı Şirvan hakimi öldürülür və 1711-ci ildə Hacı Davud adında Şirvandan bir nəfər çıxır və özünü din xadimi kimi təqdim edərək Şirvan üsyanına başçılıq etməyə başlayır. Və bu qarmaqarışıqlıq zamanı Əfqanlar bu vəziyyətdən istifadə edərək Qəndaharı tutur. 1709-cu ildə hücum edərək Əfqanlar Qəndaharı tutmuşdular. Biz Şah 1-ci Abbasın dövründə Şeybanilərin hücum edərək qarmaqarışıqlıq zamanı 1589-cu ildə Xorasanı tutmasını da keçmişdik. Onu da xatırlayaq. Qarmaqarışıqlıqdan istifadə edib həmişə kənar bir dövlətlə müdaxilə eləyir dövlətə. Daha sonra həmin o Xorasanı 1-ci Şah Abbas 1599-cu ildə geri almışdı Şeybanilərdən, Özbəklərdən. İndi isə sonraki dərslərdə Nadir Şahın bu tutduğu Əfqanlarla mübarizəsini görəcəyik Şah Abbas kimi. Qayıdaq yenə həminki mövzumuza. 1709-cu ildə Əfqan qəbilələri Qəndaharı tutdu. Bütün bunlar Şah Sultan Hüseynin dövründə baş verir. 1717-ci ildə, əvvəlcə 1713-cü ildə Şah Sultan Hüseyn Peterburqa elçi göndərir. Peterburqda da Çar 1-ci Pyotr idi hakimiyyətdə. 1-ci Pyotr öz adamı Volenskini Azərbaycana fürsətdən istifadə edib Xəzəryanı bölgələri öyrənmək üçün göndərir Səfəvi sarayına. 4 il Volenski Azərbaycanda qalır, müxtəlif yolları öyrənir, ticarətini öyrənir, hər bir şeylə bir növ agent kimi başa düşün bunu. Və nəhayət 1717-ci ildə bu müqavilə baş tutur. 1717-ci ildə Rusiya ilə ticarət müqaviləsi imzalanır. Və bu müqavilə bizə hansı müqavilələri xatırladır? Rusiya ilə ticarət müqaviləsi ilk öncə Şah Süleymanın dövründə olan 1667-ci il ticarət müqaviləsini yadda saxlamalıyıq. Daha sonra 1732 Rəşd və 1735-ci il Gəncə müqavilələrində də Ruslara geniş ticarət hüquqları verilmişdi. Eyni zamanda Rusiya ilə Səfəvi dövləti arasında ticarət müqavilələri sayılır. Daha sonra 1719-cu ildə Hacı Davudun başçılığı ilə yenidən Şirvanda üsyan alovlanır. Və bu zaman Hacı Davud həbs olunaraq zindana atılır. Onun tərəfdarı da Qazqumuklu Surxay xan idi. Surxay xan bu zaman Dağıstana qaçır və 1719-cu il üsyanı zamanı ki Hacı Davud həbsə atılmışdı. Lakin həbsdən qaçaraq yenidən gəlir 1721-ci illər ərzində Şamaxını onlar birləşir yenə də tuturlar. Və bu zaman Hacı Davud əvvəlcə Rusiyaya müraciət eləyir. Xanlardan belə deyək də özünə xan titulu verilməsini istəyir. Özünə müstəqillik, daxili müstəqillik saxlamaq şərti ilə asılılığa razı olurdu əslində. Rusiya isə Hacı Davudun təklifini qəbul etməyəcək. Nə üçün? Çünki yaxın bir zamanda onsuz da Xəzəryanı bölgələrə planlanırdı Rusiyanın hücumları. Bunun əvəzində də Hacı Davud ikinci dəfə Osmanlı dövlətinə müraciət edir. Osmanlı dövlətinə müraciəti artıq rusları da Azərbaycana yürüşə təhrik edəcək ki, çünki Cənubi Qafqaz ərazisi bu dövrdə Rusiya ilə Osmanlı arasında hücum istiqaməti idi demək olar. Hər ikisinin gözü Cənubi Qafqazda idi. Və 1721-ci dedi ki, Hacı Davudun Osmanlı Sultanı 3-cü Əhməd Hacı Davudun təklifini qəbul edir və ona xan titulu verir. Müstəqil, yəni yarım müstəqil Şəki, daha doğrusu Şirvan xanlığı da elan edir həmin ərazini. Bunu da biz İstanbul Sülh müqaviləsində bir sonraki mövzuda izah edəcəm, bir sonraki. Və 1722-ci ildə yenə qarmaqarışıqlıqdan istifadə edən Əfqanlar bu dəfə İsfahanı tuturlar və Şah Sultan Hüseyni taxtdan salırlar. Mart ayında, 1722-ci ilin Mart ayını xüsusilə qeyd edin. Çünki Mart ayından sonra da 1722-ci ildə baş verən hadisələr var. O Şah Sultan Hüseynin deyil, Şah 2-ci Təhmasibin, yəni Şahın oğlu Şah 2-ci Təhmasibin hakimiyyət illərinə düşəcəyinə görə diqqətli olacağıq burada. İndi isə mən istəyirəm 1-ci Pyotrun hücumlarına
diqqət edək. 1722-ci ildə 1-ci Pyotr Həştər xandan quru və su yolu ilə Azərbaycana hücuma başladı. Hücuma başlamamışdan öncə də görək nə işlər görür. 1722-ci ilin iyunun 15-də əvvəlcə bu artıq yürüşlər sırf 2-ci Təhmasibin hakimiyyət dövrüdür. İyunun 15-də manifest göndərir, Azərbaycan dilində çap edir, bir manifest göndərir Azərbaycan xalqına. Yəni bu bir xalqa müraciət forması idi. Yəni yürüşün məqsədi əslində örtbasdır edilirdi. Güya ki Hacı Davudun üsyanı zamanı zərər çəkmiş rus tacirlərini qorumaq idi bunun məqsədi. Yəni örtbasdır edir. 1722-ci ilin elə həmin ilin iyulun 18-də artıq birbaşa Həştərxandan quru və dəniz yolu ilə Xəzəryanı bölgələrə Rusiyanın yürüşü başlayır. Görək hansı ərazilər tutur. Avqustun 23-də Dərbənd müqavimətsiz tutulur. Şəhərdə Pyotra sui-qəsd hazırlanır, amma bu üstü açılaraq əhaliyə divan tutulur. 1722-ci ilin son ayı dekabrda Rəşt, yəni Gilan ərazisi tutulur. Gilanın tutulması ilə Osmanlı İmperiyası da öz qoşunlarını ilk dəfə Cənubi Qafqaza yeridəcək. İlk dəfə Osmanlının deməli Cənubi Qafqaza yeridilməsi məhz Rəşdin, Gilanın tutulmasından sonra 1722-ci ilin dekabrındadır. 1723-cü ilin iyulun 28-də nəhayət Bakı tutulur. Bakının tutulması çoxdan planlanmışdı, amma həmin vaxtı dənizdə tufan olduğuna görə geri dönmüşdülər. Amma 1723-cü ilin iyulun 23-də, daha doğrusu 28-də Bakı tutulur. Yəni bir dənə Bakının tutulması 1723-dür, qalanlar hamısı 1722-dir Pyotrun yürüşü zamanı. Bakıda isə tutulur, şəhər ələ keçirilir və burada komendantlıq idarəsi yaradılır. Komendantlıq da Rusiyanın yaratdığı bir idarə forması idi, ədalətsiz bir bölgü idi, müxtəlif bir təbəqə, belə deyək də, baş hakim var idi, sonra baş hakim, Qafqazın baş hakimi var idi, baş hakim təyin edirdi çarı, çar təyin edirdi komendantı, belə bir idarə üsulu idi. Bu barədə də növbəti dərslərdə məlumat verəcəm. Belə, yəni Pyotrun Azərbaycana yürüşünü güman edirəm ki, başa düşdük. İndi isə mən istərdim növbəti 2-ci Təhmasibin hakimiyyət dövrünə də nəzər yetirək. Bir dəqiqə. Bəli. Şah 2-ci Təhmasib atasından sonra hakimiyyətə gəlir. Hakimiyyəti belə deyək də əl alır. Amma faktiki olaraq 1722-ci ildən Səfəvilər dövləti demək olar ki, öz fəaliyyətini dayandırmışdı demək olar. Amma sonra 2-ci Təhmasibin dövründə Nadir xan ortaya çıxacaq ordu başçısı kimi və vəziyyəti ələ alır ta ki 1736-cı ilə kimi Səfəvlərin adından dövləti idarə edəcək. 2-ci Şah Təhmasib hakimiyyətə gəldikdən sonra 1723-cü ildə Peterburq sülh müqaviləsi imzalanır. Peterburq sülh müqaviləsi. Peterburq sülh müqaviləsi amma Şah Təhmasib dövründə olsa da Peterburq sülh müqaviləsini Təhmasib tanımamışdı. Belə. Bu haqda da birazdan bax buna oxşar bir sülh müqavilələri olacaq ki, müxtəlif hakimlər o sülh müqavilələrini tanımayıb. Şah Təhmasib Peterburq sülh müqaviləsini tanımır, çünki onun adamına zorla bu müqaviləni imzalatmışdılar. Şah Təhmasib özü 2-ci Kirman şahı imzalayır, onu da Nadir xan tanımır. Nadir xan özü Bağdad sülh müqaviləsini imzalayır, amma Osmanlı sultanı onu tanımır. Bax bunları da qeyd şəklində ala bilərsiniz. Belə, 1723-cü il Peterburq sülh müqaviləsi. Ümumiyyətcə bu dövrlər üçün bir Peterburqdur. 1724-də İstanbul sülhüdür, Kirmanşahdır, Rəşd və Gəncə müqavilələrini mütləq şəkildə birinci bilmək lazımdır ki, kim hansı dövlətlə imzalanıb. Var 1723 Peterburq adından da göründüyü kimi Səfəvilərlə kim arasında? Ruslar arasında. Daha doğrusu üzr istəyirəm. 1723-cü il Peterburq sülh müqaviləsi bağlanıb deməli Səfəvilərlə, bəli, doğru dedim əslində, biraz başım qarışdı. 1723-cü il Peterburq sülh müqaviləsi, bəli, Səfəvilərlə Rusiya arasında imzalanmışdı. Müqavilənin şərtinə görə Dərbənddən Gilana qədər olan ərazilər Rusiyaya verildi. Rusiya da Səfəviləri bunun əvəzində əfqanlardan qorumaq üçün hərbi yardım edəcəyinə söz verir. Deməli, Peterburq sülh müqaviləsi oldu 2000 dövründə Səfəvilərin və Rusiya tərəfinin imzaladığı sülh müqaviləsi idi. Peterburq elə Rusiya olduğu üçün anında biləcək
biləcəksiniz. İstanbulda Osmanlı olduğu üçün bu İstanbul sülh müqaviləsi ancaq Səfəvilərlə deyil, Rusiya ilə imzalanmışdı. Bəli, 1724-cü il İstanbul sülh müqaviləsi Rusiya və Osmanlı arasındaydı. Cənubi Qafqaz Rusiya ilə Osmanlı arasında rəsmi şəkildə iki yerə bölünür. Xəzəryanı bölgələr Rusiyanın, digər şimal ərazilərimiz isə İstanbul sülh müqaviləsi ilə qalır Osmanlıya. Deməli, burada hansı ki, dediyi Peterburq sülh müqaviləsi bağlanmışdı. Əlbəttə ki, Osmanlı müdaxilə edir və İstanbul sülh müqaviləsi ilə Osmanlı özünə yer etmək üçün İstanbul sülh müqaviləsində Hacı Davudu xan, Şirvanı isə yarımüstəqil xanlıq elan etmişdi. Daha sonra 1724-cü ildə İrəvan, Osmanlı başlayır ona aid olan İstanbul sülh müqaviləsindən olan yerləri bir-bir artıq zəbt eləməyə. Bununla da İrəvan, Naxçıvan, Ordubad, Səlmas, Xoy, Mərənd Osmanlılar tərəfindən tutulacaq. Yəni, baxın, bütün bunlar Azərbaycanın, demək olar ki, İrəvan, Naxçıvan, Ordubad şimal tərəflərdir. Səlmas, Xoy, Mərənd də yəni Xəzəryanı bölgələr deyil, cənub olsa da. 1725-ci ildə Təbriz, Gəncə və İstanbul sülh müqaviləsində olmayan, yəni nəzərdə tutulmayan Ərdəbil zəbt olunur, işğal olunur Osmanlı tərəfindən. Bu nə deməkdir? Ekrana bircə dəqiqə nəsə çıxdı. Reklam. Aha, bu nə deməkdir? Ərdəbil Xəzəryanı bölgələrə aid olduğu üçün Rusiyaya aid edilməlidir. Amma bunun önəmi o qədər çox idi ki, Osmanlı üçün önəmli bir şəhər idi. Bildiyimiz kimi Ərdəbil Səfəvilərin də dini bir mərkəzi olduğu üçün önəm daşıyırdı. Və Təbriz, Gəncə, Ərdəbil də 1725-ci ildə tutulur. 1725-ci ildə. Ərdəbil nəzərdə tutulmurdu İstanbuldan, amma Osmanlı oranı tutdu və Ərdəbilin tutulması ilə böyük bir atəşfəşanlıq keçirilmişdi İstanbulda. Atəşfəşanlıq bir nəzər yetirək, bu 1828-ci ildə, 27-ci ildə İrəvanın tutulması münasibəti ilə də Rusiyada bir atəşfəşanlıq keçirilmişdi. Bu da bunların oxşar tərəfidir. Daha sonra 1727-ci ildə Rusiya ilə Osmanlı arasında yenidən sərhədləri müəyyənləşdirmək üçün bir müqavilə imzalanır. Nabur sülh müqaviləsi Rusiya ilə Osmanlı arasında. Deməli, Rusiya ilə Osmanlı arasında bağlanan müqavilələr İstanbul və Nabur sülh müqaviləsi idi. Yenə də burada hər kəsin, belə deyək də, hər bir tərəfin tutduğu ərazilər müəyyənləşir ki, bu səndədir, bu da bizdədir. Bax belə. Bir növ elə İstanbul sülh müqaviləsini xatırladır ki, Cənubi Qafqaz Rusiya ilə Osmanlı arasında bölündü. Eyni oxşarlıqlardır. Daha sonra Təhmasib, Kirmanşah və Rəşd müqaviləsi var burada 1732-ci ildə. Niyə Rəşd müqaviləsi yazmışam? Bəli, Rəşd müqaviləsi də 2-ci Təhmasibin dövrünə aid olduğu üçün. Amma Rəşd müqaviləsini 2-ci Təhmasib imzalamayıb. Kirmanşahı imzalamışdı. Bayaq dediyim kimi, halbuki Nadir xan gəlir və bu Kirmanşah müqaviləsinə etiraz eləyir. Çünki Nadir xan Xorasanda baş verən üsyanları yatırmaq üçün getmişdi. Bu zaman 2-ci Təhmasib onun ölkədə olmamasından istifadə edərək özünü yaxşı göstərmək üçün Nadir xanın belə azad etdiyi hansı ki, Həmədan, Kirmanşah əraziləri var idi. Yenidən müharibəyə baş qoşub onu Osmanlılar tərəfindən işğal olunmasına şərait yaratmışdı. Və dərhal da belə deyək, məcbur qalmışdı ki, Osmanlı ilə Kirmanşah sülh müqaviləsi bağlayıb bu müharibəyə son qoysun. Çünki qalan əraziləri də itirə bilərdi. Və Nadir xan da hakimiyyətə yenidən Azərbaycana daha doğrusu qayıtdıqdan sonra bu Kirmanşah sülh müqaviləsini tanımır. Bunun əvəzində Nadir xan Rusiya ilə Rəşd müqaviləsi imzalayır. İndi o barədə də Nadir xan dərsində izah edəcəm. Kirmanşah sülh müqaviləsinə görə demək Kirmanşah Osmanlı ilə idi, Səfəvi Osmanlı ilə. Rəşd müqaviləsi Rusiya ilə. Belə yadda saxlaya bilərsiniz. Rəşddə R var, Rusiyada da R var. İlk hərfləri belə uyğunlaşdıra bilərsiniz. Kirmanşah Şah Osmanlılardadır. Beləcə də yadda qalır. Kirmanşah sülh müqaviləsindən Peterburq Rəşdi, daha doğrusu bir digər bölmədə sizə izahını verəcəm bir dəqiqə. Bəli.
Nəzər yetirək bura 1732-ci il müqavilələri, Kirmanşah Rəşd müqaviləsi. Hər ikisi, yenə deyirəm, Şah Təhmasibin, 2-ci Təhmasibin dövrünə aid olsa da, Rəşd müqaviləsinin imzalanması Nadir xanla bağlıdır. Kirmanşaha görə Araz çayı hər iki dövlət arasında sərhəd oldu. Arazın şimalı Osmanlıya, cənubi ərazilər isə Səfəvlərə qaldı. Rəşd müqaviləsində isə Kürdən cənubdakı əraziləri ruslar Səfəvlərə qaytardı. Osmanlı ilə birgə hərəkət etmək üçün ruslar Səfəvlərlə bu dəfə bir güzəştli belə deyək, güzəştli müqavilə imzalayırlar ki, Kürdən cənubdakı əraziləri fikir verin, Kürdən cənubdakı, şimaldakı demir ha, Xəzəryanı, amma Xəzəryanı əraziləri Səfəvlərə qaytarır. Burada Osmanlı ilə olan sülh müqaviləsində ümumiyyətcə Arazdan şimaldakı ərazilər gedir, amma bura şimal olsa da Xəzəryanı bölgələr daxil deyildi, çünki həmin ərazilər Rusiyanın işğalı altında idi. Və digər məsələ də burada Rusiyanın Rəşd müqaviləsində Kürdən cənubdakı Xəzəryanı, burada yazılmasa da mən qeyd edirəm, Xəzəryanı ərazilər Səfəvlərə qaytarıldı. Səfəvi Rusiya ilə əbədi dost olacağını öhdəsinə götürürdü və yenə də rus tacirlərinə gömrüksüz ticarət hüququ verilirdi. Daha sonraki Gəncə müqaviləsində də eyni bəndi görəcəyik. Eyni zamanda 1667-1717-ci il sülh müqavilələrində də biz ticarət hüququnun verilməsini görürük. Daha sonra bu mövzu haqqında bu qədər. Növbəti dərsdə mən sizə Nadir xan və Əfşarlar dövlətinin izahını verəcəm. Bu qədər, qeydlərinizi ümid edirəm aldınız. Çox sağ olun.